bu hələ də bir inkişaf eləmiş bir insan səviyyəsində deyil axı. Hələ heyvanı ilk dəfə əhəlləşdirir bu insan. İlk əhəlləşdirilən insan da it olubdu. Və onun əsasında da müəyyənlər, ondan sonra heyvanı əhəlləşdirəndən sonra ibtidai əkinçiliklə maldarlığın əsası qoyulub. Hələ bu əkinçiliklə maldarlıq demək deyil ha. Əsası qoyulub ki, ona oxşar bir şeylərdir. Yəni bu insanın təfəkkürü, belə bir təfəkkürlü insan nə bilir Novruz nədir, nə bilir adət-ənənə nədir. Bu, yəni biraz fanatizmə varmıyor. Düzdür, o damğalar Xanım, xahiş edirəm fikrinizi bitirin, cavabını verin. Bu fanatizm yəni, deyil. amma bu o demək deyil ki, Novruzu biz 12.000 il əvvələ gedib çıxardaq. Axı bu, yəni bu hələ bu insan qəbilə quruluşunda yaşayır. Qəbilə quruluşunda Xanım, xahiş edirəm, eyni şeyləri təkrarlamayaq da, bitirək. Konkret sualımı ver, konkret cavabını ver. Buyurun. Aha, dediyiniz budur ki, həmin dövrdə insanların beyin forması, düşüncə forması indiki kimi deyildi. Tayfalar formasında idi. O və digər buna Yox, bənzər tayfa şeyləri deyildi, kəşf qəbilə idi, hələ etməmişdi. qəbilə idi. Və ona görə də bu Novruzu tərənnüm edə bilməz. Düzdür? Bəli. Ay sağ ol. İndi Göbəkli Təpə haqqında bir zəhmət təzədən oxuyun. Görün oradakı daşlar, onların çəkisi, böyüklüyü nə qədərdir? Orada olan o simvollar nədir? Və bu simvolları da həmin insanlar düzəldir. Mən insanların beyninin həmin dövrdəki insanla indiki insanın fərqli beyinə, fərqli düşüncəyə malik olduğunu düşünmürəm. Sadəcə olaraq bir söz var, deyir coğrafiya qədərdir. Yəni sən hansı coğrafiyada, hansı imkanlarla yaşayırsansa, o insan o imkanlarla məcburdur yaşasın. Yəni bugün biz şəhərdə bu texnologiyalarla yaşadığımıza görə özümüzü üstün insan saya bilərik. Gedək bir adıya düşək. Təbii ki, həmin o ibtidai dövrdə yaşayan insan kimi yaşamağa məcburuq. Çünki əlimizdə olan 1000 illərdə üst-üstə inkişaf elədib gətirdiyimiz mədəniyyət, kültür, texnologiya olmayacaq. Bu isə bizim ağılsız olmağımız demək deyil. Sadəcə olaraq insan əlindəki imkanlardan istifadə edərək nələrsə düzəlir. Və biz Göbəkli Təpəyə baxdıqda, xanım, mən Göbəkli Təpə ilə bağlı ayrıca bir söyləşi danışmışam, YouTube-da var. Mən dilin təhlilini verən bir kitab yazmışam, xanım. Dilin kökəni. Dillər necə yaranıbın tam təhlilini verirəm və göstərirəm ki, bu dil təsadüfən yaranmış bir dil deyil. Və insanların da beyni əvvəllər daha ağılsızdır, daha sonra beyin inkişaf eləmir. İnsan əlində olan informasiya az olduğundan daha az nələrsə yarada bilib, o informasiyanı artıra getdikdə daha fərqli nələrsə yaradıb. Və bəzən həmin o kültür məhv olduqdan sonra yenidən qaranlıq dönəmə düşüb. Məsəl üçün, Yunan şəhər kültürünə baxın, Roma imperiyasının kültürünə baxın, daha sonra ondan sonra Avropanın bir qaranlıq dönəmə düşməyinə baxın. Yəni bu nə deməkdir? Əlində olan bacarıqlar, yaratdığı texnologiya və biliklər hansısa formada məhv olur, o şəhər basqına məruz qalır və axır. Buna görə o məcbur olur ki, yenidən o əlində olanları var edərək inkişaf eləsin. Yəni dolayısıyla mən insanların eyni ağılda olduğunu, sadəcə olaraq həmin eyni ağılda olmağı ilə bərabər o hansı informasiyaları bilir, hansı alətləri varsa buna uyğun nələrisə düzəldir. Və artıq deyirəm xanım, 50.000 ildən, 40.000 ildən üzü günümüzdə ana tarixçə kültürü var. Dilin təhlili ilə bağlı 4 saatlıq video çəkmişəm. Və orada da bir Quran, Tövrat, İncil, arxeoloji qazıntıları yan-yana qoyub, tədqiqatçılar nə deyir, ilahiyyatçılar nə deyir və əslində onların da hamısının səhv deyib, fərqli bir yanaşmanın da olduğunu demişəm. Yəni, bu fanatizm deyil. Mənim arxamda kimsə yoxdur, kimsə məni maliyyələşdirmir, kimsə nəsə vermir. Aydındır xanım? Tamam. Başqa mənada demirəm. Bax, xəstəyəm, boğazım tutula-tula çıxıb bunu burada danışıram. Yəni, bu fanatizm deyil. Yəni, mənə kimsə nəsə vermir ki, mən fanatizmlə məşğul olum. Fanatizm o vaxt olur ki, mənim dediyim faktları araşdırıb, araşdırmayanda fanatizmdir. Mənim dediyim bütün bu faktlar ki var, bunu da sonra növbəti dəfə videosu və videonun da belə tam hazırlanmış formada danışdıqlarımın şəkilləri və laxırla da qoyacağım. İnternet dövrüdür. Hər şey, istənilən informasiya əl çatandır. Götürün, araşdırın və ondan sonra görsəz ki, doğrudan da mən hansısa nəyisə fanatizmlə uyğun olaraq Türkün adına çıxmaq istəmişəm, nəyinsə adına çıxmaq istəmişəm, onda deyin. Və mən artıq qeyd etdim ki, bütün bu kültür böyük coğrafiyaya yayılıb. Burada Hind-Avropa xalqlarında da bu qalıb, ərəblərdə də qalıb, Misirdə də qalıb, türklərdə də qalıb. Amma yalnız fərq nədir? Daha sonra Azərbaycan türkləri bunu tanrı və tanrıçalara çevirməyib. Siz deyirsiniz ki, insanların beyni inkişaf eləməyib. Şumerlərdən danışırıq, 5000-6000 il bundan əvvəldir.
Göbəkli Təpədən danışırıq, 12 min il bundan əvvəl onu yaradıbdı. Allah'a and olsun bu dəqiqə Bakıda olan istənilən mənəm deyən hər kəsi yıxsınlar. Amma yəni bugünkü texnologiyanı verməyib desinlər ki, o Göbəkli Təpədəki daşları düzəldir. Görək düzəldə bilərik. Yəni onlar o əlində olan imkanlarla onu yaradır. Şumerlərin vaxtında artıq erkən tunc dövrü idi. Bəli, o vaxtdan danışmaq olar. Xanım, Göbəkli Təpə, mən onu da çəkdim, Göbəkli Təpəni də misal Amma verim. mən bayram Necə? cəhətdən deyirəm, adət-ənənə cəhətdən. Yəni erkən tunc dövrü bəli Şumerlərin yaşadığı dövrdür. Siz Xanım, o dediniz. adları biz vermişik. Daş Məsələn, dövrü, dördüncü Tunç yüzyıl, dövrü. bəli. Bunlar da hamısı Biz şərtidir. vermişik, Yenə bəli, deyirəm, o tarix adları verib, doğru. deyib deməməyin bir Tarix verib, əhəmiyyəti doğru. yoxdur. 12 min il bundan əvvəl Göbəkli Təpə deyilən bir kültür var. Özü də bir dənə deyil. Onun bölündə Karahan Təpəsi var kültür olaraq. Çatalhöyük kültürü var. Və bunlar hamısı 10 min il, 11 min il, 7500 il olaraq davamı olaraq gələn bir kültürdür. Bir dəqiqə, Rəşad bəy. Xanım, siz Novruz bayramının hardan gəldiyini düşünürsünüz? Mən sizə demirəm, Novruz bayramı hardan gəlir. Mən o bilirəm ki, türklərin bayramıdır. Şumer dövründən bəli gələ bilər. Mənim nəzərimdə bu. Xanım, Şumer də hansısa kültürün davamıdır da. Və yenə deyirəm, rəsmləri qoyacam. Bütün qədim kültürlərdə tanrı və tanrıça kültürü var. O tanrı günəşi təmsil edir, tanrıça yeri təmsil edir. Deyirsiniz səhərdən sayırsınız daş dövrü, nə bilim Tunç dövrü. İndiyə qədər bunların kim konkret olaraq və yazıb ki, burada olan tanrı və tanrıça biri yeri təmsil edir, biri günəşi. Biz tarixi düz oxumamışıq. Düz təhlil verilməyibdi. Məsələ budur ki, bunlar hər biri yeri təmsil edir, biri günəşi təmsil edir. Dolayısıyla yer qadındır, günəş kişi olaraq təmsil olunubdur. Və necə ki Quranda, necə ki İslamda Allahın adları var. Həmin o adların içində Tanrının yaradan sifəti var, qəzəblənən sifəti var, cəza edən sifəti var və l-axır və l-axır. Və eyninlə qədimdə də insanlar yaradanı fərqli sifətlərdə tanıyır və təfəkkürünə uyğun da fərqli sifətləri bildikcə həmin o sifətləri də Tanrı sifəti kimi rəsmləşdirib, heykəlləşdiribdir. Və yenə deyirəm, 12 min il bundan əvvəl yaratmamışam ki, deyirəm ki, bax xanım, 12 min il bundan əvvəl Göbəkli Təpə var. Yəqin bilirsiniz də. Yəni boyutlarını bilirsiniz, ölçüsünü bilirsiniz, üstündəki simvolları bilirsiniz. İnşallah bu video yüklənəndə o videoya baxarsınız. Mən orada həmin o xalçanı qoyacağam. Həmin o xalçada olan simvollara baxarsınız və Göbəkli Təpədə olan həmin simvollara baxarsınız. Yenə deyirəm, Göbəkli Təpə 1996-cı ildən başlayıb qazılmağa, düzdür? Mənim xalçamın yaşı 100 yaşdan yuxarıdır və o nəsil xalçasıdır. O yəni ondan əvvəl o belə deyim də toxuna verilibdir. Mənim əlimdə olan xalçanın yaşı 100-dən yuxarıdır. Və mənim o xalçada olan Göbəkli Təpənin üstündə olan simvollar olanda nə mənim nənəm, nə mənim babam, nə bütün dünyada kimə göstərsəydin o xalçanı, oradakı simvolların nə olduğunu bilə bilməzdi. Və həmin oradakı simvollarla Göbəkli Təpədəki olan simvollar eynidir. Elm camiyyəsində, akademiya camiyyəsində nədir? Faktları qoyursan və bunun üzərinə də kimlərsə daha yaxşı argument qoya bilirsə qoysun. Mənim o xalçada olan simvollarla Göbəkli Təpənin üstündəki simvollar təsadüfən varsa, izahını verə bilsin. Və ya Göbəkli Təpənin üstündə yenə deyirəm, ay formasında simvol, onun üstündə günəş formasında simvol və ortasında nöqtə olan simvol var. Hakasiyada bu simvol var. Və bu simvol bütün regiona yayılmış formadadır. Misirdə var, Çində var, Tacdarda var. Və bu simvol yenə deyirəm bizim Novruz xonçasında şirin olaraq qalıb. Tarixdən yəni baxıram ki, maşallah bilirsiniz. Tarixdə həmin o faktları deyən, istənilən tarixçi deyib, gedib o qədimdəki dövrə gedib, oradakılarla danışmayıb ki. Əlindəki faktları qoyub bunun üzərinə fikir deyib ki, bu mənə elə gəlir ki, bu faktlara görə belə oxunmalıdır. Düzdür? Mən də eyni ilə həmin faktları qoyub, deyirəm ki, zəhmət çəkin, ey dünya insanlığı, insanlar. Faktları təzdən oxuyun, səhv oxumusunuz. Deyilir ki, Novruz sözü Novruzdan olub, fars dilində gəlib. Mən də deyirəm ki, bu fars dilində gəlmək, bunu heç mən demirəm, məndən qabaq o dəfələrlə deyirəm. Novruz sözü fars dilində gəlsə, Ruzenov kimi deyilməlidir. Və mən bunun üstünə sadəcə olaraq, bunun üstünə dediyim digər dil təhlil olan hissəsi mənimdir. Qayıdıb deyirəm ki, bizim dilimizdə Novruz kimi yazılma qaydası nə vaxt müəyyənləşdirilir? Bilirsiniz də, yəni 1926-cı ildə türkoloji qurultay keçirilir. Orada iştirak edən bütün türkoloqları Sovet imperiyası məhv edilir və ondan sonra bizim bildiyimiz günümüz Azərbaycan dili qrammatikası yazılır. Əvvəlcə latınca yazılır, sonra kirilcə yazılır. O kiril hərflərinin bəziləri Rus kiril əlifbasına uyğun idi. Daha sonra sonuncu versiya keçirilir və l-axır. Yəni orada qəbul olunmuş olsaydı ki, biz Novruz yox, Novruz yazsaq, bir nə cür yazacaqdıq? Novruz kimi. Bu ya Novruz kimi yazılıb, qərəzli formada Novruz kimi yazdırılıb ki, daha sonra da iddia olunsun ki, bu fars sözüdür.
Və mən bununla bağlı 21 hissəli tarixi sənədli roman yazmışam. O da yazmaqdan getmirim. Mən o 21 hissə üçün gecə-gündüz oxumuşam, faktları toplamışam və bunun üstünə bu hadisələri gətirmişəm. Və mən fanatiklik zad eləmirəm. Mən hadisələri qoyuram. Fanatiklik eləmiş olsam, məsəl üçün deməzdim bunun bir hissəsi Misirdə var, bir hissəsi Skandinaviyada var, bir hissəsi protoslavlarda var. Protoslavlar kimdir? Farslarla eyni əcdaddır. Düz? Saturnalia bayramından danışıram. Deyirəm ki, səmən sözünün kökündəki səmən toxum mənasında Hind-Avropa dillərində var, rus dilində semya sözü var. Türk dilində cəmi bir sümük sözü var. Yəni onlarda o söz daha çoxdur. Amma bu faktları qoyuram, görürsən onları da deyirəm. Çünki bu tarix müştərək tarixdir. Amma burada kimsə daha aparıcı olub, kimsə bu tarixi daha yaxşı yaşadıb, digərləri isə bu tarixi fərqli formada pozub. Yəni mən burada kimisə silmək, kimisə qərəzli olmaq mənasında demirəm ki, bu tarix insanlığın tarixidir. Yəni mən burada fanatizmlə məşğul deyiləm, xanımım. Yenə deyirəm, bundan mənim bir qəpik xeyrim yoxdur. Nə mənada deyirəm? Yəni deyirəm ki, o dövrün insanlarında bayram haqq hesabı ola bilməzdi. Mən də deyirəm Göbəkli Təpəyə baxın. Siz də bir zəhmət baxın görün o Göbəkli Təpəni necə düzəltdi? Mən düzəltməmişəm ki. Yox, mən onu demirəm. Mənə yəni bizə təqdim olunan tarixə əsasən mən deyirəm ki, bəli, əgər Göbəkli Təpədə o simvollar varsa, ola bilər simvol var. Mən bir söz demirəm, simvol var, olsun. O da bilinmir axı o nə mənada olubdu o simvol. Türkçiliyin simvol, türkçilik də o vaxt olmayıb. Bax, çünki yenə deyirəm, hələ o vaxtda dilin kökənini yazmışam. Bu dilin sırası ilə necə formalaşdığını göstərmişəm. Türk adına qədər gəlməsi üçün 3 mərhələ keçdiyini, ilk türk boylarının As-Suur boyları olduğunu, ondan fərqli adlar formalaşdırdığını, Urun özünün Ur, daha sonra Tur, daha sonra Türk formasında 1000 il keçərək söz formalaşdırdığını, daha sonra ümumi belə deyək də günümüz adı ilə desək soyada çevrildiyini görürük. Məsələ budur ki, biz burada o Türkün sırf hansı Türkə çevrildiyi mərhələsindən deyil. Tarix nədir? Bir başlanğıcı var, bir kökü var. Bir də davam edir və günümüzdə gəlib Türkə çevrilir. Və amma məsələ nədir? O Göbəkli Təpədə olan kültürün biz gəlib Azərbaycan Novruz xonçasında eyni ilə qaldığını görürük. Özü fərqli qalmır, eyni formada qalır. Bəli. Mən bundan danışıram. Türk var. Dövr olub Saklar kimi çağırılıb. Dövr olub Hun kimi çağırılıb. Dövr olub Kəngər kimi çağırılıb və fərqli coğrafiyaya görə fərqli çağırılıb. Böyük coğrafiyaya yayılmış bir xalq olduğundan onlar fərqli dövrlərdə, fərqli qonşulara görə də fərqli çağırılıb. Və ya hansı boy digər boyları özünə tabe edibsə, həmin boyun adıyla çağırılıb. Və Türkün əcdadlarının As-Suur boylarında nə cür yaranması ilə bağlı söyləşi danışmışam. 2 saata yaxındır. Tamam. Göbəkli Təpə ilə bağlı araşdırın, görəcəksiniz orada fərqli topluluqlar var. Məsələ nədir? Tayfa və ya şəhər kültürünün yaranması üçün şərtləri var. Bizdə insanlar əvvəl 60-100 nəfərlik formada yaşayır, daha sonra ətrafa yayılır, daha sonra çoxalır, kültür əlaqələri olur və bunun üzərinə getdikcə çoxalır və daha sonra kəndlərə, qəsəbələrə, şəhərlərə çevrilir. Lakin bu insanların ağılsız olmağı demək deyil. Sadəcə olaraq həmişə mənim bir sözüm var, xanım. Milyonla pulun olsun. Get adıya 100 dənə ev tik. Amma tək sənsən, sonra kənd sayıla bilər. Tək yaşayırsansa, yəni saya görə o artıq şəhər olmur. Kənd olmaq üçün azı bir 100 nəfər, 200 nəfər olmalısan ki, kənd yaransın. Qəsəbə yaranmaq üçün 5000, 10000 adam olmalıdır. Yəni bu sayla bağlı olan şeydir. Yəni qədimdə də tayfa ilə yaşama məsələsi, coğrafiyanın böyük olması və insanların da ovcu, yığıcı olduğu dövrlərdə 50-100 nəfərlik komandalar formasında yaşayırdı ki, buna uyğun yerini dəyişə bilsin, hərəkət edə bilsin. Və bu gün də məlum olur ki, Göbəkli Təpənin ətrafında oturaq həyata keçirən tayfalar var. Oturaq həyata keçir, əkinçiliyə başlayır, heyvandarlığa başlayır və bunun üzərinə həmin o heyvandarlığın rentabelliyi, əkinçiliyin rentabelliyi daha çox qida verdiyindən onlar sayını daha da çoxaldır. Yəni bu ağılsızlıqla bağlı deyil, bu şəraitlə bağlıdır. Yəni insanlar eyni təfəkkürdə olub. Sadəcə olaraq belə deyim. Demək istəyirsiniz ki, o dövrün insanları bayram edir. Anadan doğulmuş uşağı. Əgər oxutmasan, danışdırmasan, onları heyvanlarla böyüt, 6-7 yaşından sonra o danışa bilmir. Çünki beyin inkişaf eləmir. Və eyni beyindəki insan, təbii ki, genetik olaraq müəyyən fərqlər var da, biri nəyəsə qarşı daha istedadlıdır və laxır. Amma eyni insanı yaxşı təhsil verərsən, savadlı olar, təhsil verməzsən, savadsız olar. O dövrdəki insanlar da əlində olan imkanlar, biliklərlə daha az savadlı idi məsəl üçün. Amma beyni bizimkindən fərqli idi, beyin inkişaf eləmir məsələsi deyil. İnsanın homo sapiens olduğu dövr, ondan əvvəl nə cürdə o da ayrıcı təhlil oluna bilər. Bizim beynimizlə eynidir artıq. Dil formalaşdırıb.
Və həmin o dili də yenə deyirəm mən nöqtə vergül yazmışam bütün təhlili üzrə. Və bunun üzərinə Hind-Avropa dilləri, Hami-Sami dilləri və proto-türk dillərinin təhlilini verib və göstərirəm ki, türk dili Ural-Altay dilinin alt qrupunda yaranan bir dil, müstəqil bir dil ailəsidir və son olaraq bütün dillərdə proto-Hind-Avropa dilləri, Hami-Sami dillərini və proto-türk dillərini danışan əcdadlar bir-birindən ayrılıb. Və bunu da tam təhlilini vermişəm. Bütün sözlər üzrə. Və bu dilin də yaranmasından məlum olur ki, bu insanlar təfəkkürsüz insanlar deyil. Onlar təbiəti izləyib, hadisələri də buna uyğun mükəmməl formada sözlər yaradıb. Mükəmməl formada. Mən bir son bilirəm ki, bax Qobustan abidəsi bizdə ən qədim abidə sayılır da, düzdürmü? Onun üzərindəki o simvollar vardı. O simvollardan hər hansı biri indi bizdə hansısa xalçanın üstündə çıxsa, o deməkdir ki, ya hansısa Novruz adətimizdə çıxsa, o deməkdir ki, o dövrdə Novruz bayramı var idi. Qobustanda olan o rəqs eləyən adam rəsmləri var. Yallı rəqsidir. İndi deyəcək ki, Novruzla bağlıdır. Xahiş edirəm də deyim də nə olub sizə? Niyə görürsüz fanatik kimdir? Həmin o orada rəqs eləyən adamlar ki var, o damğalar ər damğasıdır. Həmin ər damğası sonra bizim qarşımıza türk kroniklərində bax bu formada R formasında çıxır. Daha sonra o R-nın bir tərəfi kəsiyi bizə Latın dilində olan kiçik R kimi çıxır. Ortadakı əlaqəni yenə deyirəm, mən həmin adamları 12 ildən üzü bu yana ata, baba, nəsil yığıb bir-bir soruşmamışam ki, belədir. Faktları yan-yana qoyuram və görürəm ki, bu damğa bu cürdür. İndi bunun üstünə yenə deyirəm. Bax tarixdən danışırsınız. Tarixdə həmin o dediyimiz faktları qoyan tarixçilər sizə sual verirəm. Nə cür izah eləyir? Onlar gedib keçmişə, orada dövrdəki yaşayan adamlarla danışır, yoxsa onlar da eyni ilə həmin faktları qoyaraq təhlil aparıb nəticə deyir. Niyə İvan deyəndə olur, John deyəndə olur, Rəşad deyəndə olmur? Mən sadəcə bunu yenə deyirəm, buna fanatiklik olaraq demirəm. Mən də bu faktları qoyandan sonra o R-nı ora dediyimə görə mənə kimsə mükafat vermir. Kimsə məni alqışlamır. Pis mənada demirəm. Öz içimizdən olan, bax səni kimi bacı, qardaşlarımız da arada deyir ki, mən inanmıram. Mən deyirəm, inanmırsan, yaxşı eləyirsən. 25 il ömrü vermişəm və mən orta məktəb 1-ci sinifdən institut, magistratura 5-dən aşağı qiymətim olmayıb. İstənilən fəndən. Mən sizi faktınızda görürəm, amma biz inanmadığım odur ki, siz nəyə qəbul edirəm? Mən demirəm, siz bəli xalçalar üstündə simvollar ola bilər. Bəli, o yenə deyirəm də Qobustan üstündəki yallı işarəsini bizim yallı rəqsimizdə, yəni eynidir. Onu demirəm mən. Mən sözüm onda deyil. Mən dediyimin mahiyyəti odur ki, yəni bizdə tarix tədris olunub bu formada ki, adət-ənənələrimiz, bayramlarımız bu tayfa dövründən yaranıbdır, düzdürmü? Bəli. Şumer dövründə eramızda və 4-cü minillikdən götürək də, 4000 il bundan əvvəldə. Yəni 2000 ildə bu, bəli. Qabaq yazılan tarixdə, yəni o insanların həyat tərzində biz adət-ənənə görmürük. Bayram görmürük, Novruz kimi. Mən o mənada dedim ki, yəni əgər bu insan bu dövrdə yaşayırsa, yəni o barədə mən dedim ki, yəni bizə tədris olunan tarixdə, bəli, mezolitdə, neolitdə, eneolitdə biz bayram görmürük. Tunç dövründə bəli, tayfalar şəklində birləşdi, tayfa ittifaqı yaratdılar. Hə, oradan siz dediyiniz o Aratdalar olub, bilər, Kutilər, Şumerlər, bəli. Bütün türk dil tayfalarda, düzdürmü? Onların həyatını tədris eləmişsiniz. O barədə heç kəlmə də deyə bilmərəm. Qazaxıstanla Özbəkistan, Qırğızstanın tarix dərsliyindən xəbərim yoxdur. Türkiyə tarix dərsliyinə baxanda Azərbaycan olduqca cəsarətlidir. Azərbaycan tarix dərsliyində Kutilər türkdür deyə bilirsə, Lulubilər türkdür deyə bilirsə, doğrudan da alqışlanasıdır. Böyrümüzdə böyük qardaşımız Türkiyə deyir ki, biz 1071-də gəlmişik. Məsələ bundadır ki, biz deyirik və qayıdıb John deməyibsə, İvan deməyibsə, fikir vermirik. Bilsən məsələ nədir? Bizə bir erməni lazımdır ki, ona pul verək, çıxıb desin Qobustan mənimdir, onun üstündə yallı gedə mənimdir. Onda biz əlaqə düşürük ki, yox, bu Qobustanı nə cür tapaq? Kim nə deyir? Onda yadlarına düşür, Rəşad desən Bakda nəsə deyib, Flankəs Bakda nəsə deyib, Firidun Cəlilov Bakda nəsə deyib.